Salam, hər vaxtınız xeyir. Növbəti videomuza xoş gəlmisiniz. Biz bu videodan etibarən Kali Linuxun ümumi interfeysi ilə və Kali Linuxdan çox istifadə etdiyimiz əmrlərlə tanış olmağa başlayacağıq. Ola bilsin bu video bir neçə hissədən ibarət olsun. Hər bir hissədə müxtəlif komandlar və onların ümumi funksiyaları haqqında həm danışacağıq, həm də praktik eləyəcəyik. Sizə də məsləhətim odur ki, siz də mənimlə birlikdə praktik eləsəz, əliniz yenə eyni şəkildə bu komandları öyrəşmiş olar. Daha sonraki mərhələlərdə artıq biz kiber təhlükəsizliyin hücum aspektində bu komandlardan geniş şəkildə istifadə eləyirik. Ümumi olaraq komandları siz bizim bir əlifbamız kimi düşünə bilərsiniz. Hansı ki, bayaq da qeyd etdiyimiz kimi privilege escalation mərhələsində ümumiyyətlə hansısa bir CTF işləyən zaman və yaxud ən basitindən hansısa bir tool install edən zaman biz Kali Linux əməliyyat sistemində komandlardan istifadə edirik. Təbii ki, siz bunu birbaşa interfeys üzərindən də, yəni qrafik interfeys üzərindən də icra edə bilərsiniz. Ancaq terminal vasitəsilə bunu etsəz, həm sizin üçün daha sürətli şəkildə formalaşmış olar, həm də praktikanızı eyni şəkildə artırmış olarsınız. Burada bizim əmrlərimiz hissələrə bölünübdür. Qeyd etdiyim kimi biz mərhələ-mərhələ gedərək hər bir komandı izah etməyə çalışacağıq. Ancaq öncəsində istəyirəm Kali Linuxun ümumi interfeysi ilə sizə bir daha tanış eləyim. Bundan öncəki dərslərdə biz Kali Linuxun quraşdırılması və virtual maşın üzərində yazılmasını detallı şəkildə tətbiq etmişdik. Əgər bu videonu izləməmisinizsə də köhnə videolardan həmin videonu izləyərək siz də mən virtual maşını quraşdıra bilərsiniz. İlk olaraq interfeysə daxil olanda, bu arada ola bilsin ki, sizdə interfeys məndə göründüyündən daha fərqli olsun. Yəni Kali Linux çox sürətli şəkildə update alan bir uzantı olduğu üçün interfeys arada bir dəyişmiş ola bilər. O ki, narahat olmayın, yenə də yəqin ki, hissələr olduğu kimi qalacaq. Bizə əsas lazım olan və ən çox istifadə etdiyimiz toollar app hissəsində formalaşıb. App hissəsinə daxil olan zaman görə bilərsiniz ki, burada toollar müxtəlif başlıqlar altında bölünüb, alt başlıqlar altında bölünüb. Hansı ki, biz Recon hissəsindən Privilege Escalation hissəsinə qədər, məsələn, Penetration Testing mərhələlərində hansı toollar istifadə olunur, bunu ayrı-ayrı burada görə bilərik. Məsələn, Recon hissəsində biz Worksuite, Dirbuster, Dirb, Fuf, Globuster və s. kimi toollarla tanış ola bilərik. Hansı ki, növbəti dərslərdə biz bunları da eyni şəkildə, detallı şəkildə göz gəzdirmiş olacağıq. Növbəti hissədə, məsələn, Resource Development-da MSF Venom görə bilərik. Hansı ki, bu Metasploit'in modullarından biri də eyni şəkildə Payload Generation üçün istifadə olunur. Initial Access hissəsi var. Burada da müxtəlif toolları eyni şəkildə görə bilərsiniz. Burada istifadə olunan bəzi toollar ola bilsin ki, birbaşa qrafik interfeys şəklində olsun və yaxud belə deyim, terminaldan da ona akses əldə edə bilərsiniz. Məsələn, SQL mətnin üzərinə bassaz, burada siz terminalda bir application asıldığını görə bilərsiniz. Yəni daha sonraki mərhələlərdə də siz burada lazımi prosesləri icra edə bilərsiniz, qeyd etdiyim kimi. İstəyirsiniz daha çox uzatmadan biz ümumi əmrlərdən başlayaq. Məsələn, terminalı açıram. Özüm prezentasiya üzərindən gedəcəm ki, mərhələli şəkildə sizə onu göstərim, yaddan çıxan bir hissə olmasın. Gördüyünüz kimi biz ilk olaraq Uname A komandını görürük. Uname A komandı sistemdə olan ümumi belə deyim, əməliyyat sistemidir, əməliyyat sisteminin versiyasıdır və s. kimi məlumatlara əl çatmaq üçün istifadə olunan bir komanddır. Biz bunu harda görürük? Biz bunu daha çox privilege escalation eləyən zaman deyim, hər hansı bir sistemdə olan spesifik versiyasında bir boşluq varmı, onu müəyyən etmək üçün istifadə edirdik. Daha sonra isə exploit database-dən spesifik versiyaya uyğun vulnerability tapıb privilege escalation mərhələsini icra edə bilirdik. Daha sonra hostname əmrini də eyni şəkildə istifadə edə bilərsiniz. Hostname əmri isə hal-hazırda olduğumuz əməliyyat sistemində olan istifadəçinin hostun adını göstərmək üçün nəzərdə tutulmuş bir komanddır. Uptime əmri vasitəsilə hal-hazırda sistemin ümumi nə qədər müddət işlədiyini görə bilərsiniz. Bu komand vasitəsilə isə eyni şəkildə distribution haqqında məlumat əldə edə bilərsiniz. Ancaq Uname A vasitəsilə birbaşa məlumatı eyni şəkildə əl çata bilirsiniz. Digər eyni zamanda qarşı sistemə daxil olmusunuzsa, etc folderın içində olan OS release üzərindən də cat on-to-cat, yəni cat əmrindən istifadə edərək də əməliyyat sistemi haqqında məlumat əldə edə bilərsiniz. Biz ən çox nəyi görürük? Uname A-nı görə bilərik, hostname-i görə bilərik və eyni şəkildə burada sonda qeyd olunan whoami əmrində görə bilərik. Whoami əmrindən də nə üçün istifadə edirik? Privilege escalation mərhələsində uğurlu olub-olmadığımızı yoxlamaq üçün biz whoami əmrindən istifadə edə bilərik. Privilege escalation deyə mərhələsi uğurlu olduqdan sonra isə burada yazılan maximize birbaşa root kimi göstəriləcək. Birazdan buna detallı şəkildə toxunacağıq, ancaq mən bunun fərqini eyni şəkildə sizə göstərmək istəyirəm. Bilirsiniz ki, biz daha yüksək səviyyəli administrator istifadəsinə çıxmaq üçün sudo su əmrindən istifadə edə bilərdik. Sudo super user do deməkdir və super user burada istifadəsinin adını qeyd etmək istəyirəm. Enterə basdıqdan sonra isə təyin etdiyimiz şifrəni buraya yazaraq, məsələn, görə bilərsiniz ki, mən artıq root istifadəsinə keçid eləmiş oldum. Eyni şəkildə bayaqki kimi whoami əmrini yazanda da isə görə bilərsiniz ki, burada maximize yerinə artıq root burada göstərilmiş olur. Hal-hazırda bizdə Bashin belə deyim, ilkin versiyasının istifadə olunduğu üçün onsuz da siz burada avtomatik olaraq roota qalxdığınızı görə bilirsiniz. Ancaq bəzi bash növləri var ki, orada birbaşa sizə göstərmir. Ona görə bu əmrdən mütləq şəkildə istifadə etməlisiniz. Privilege escalation-ın eyni şəkildə olub-olmadığını görmək üçün. Qalan əmrləri mən istəyirəm növbəti dərsdə sizə göstərim. İlk dərsdə biz interfeyslə və ilkin sistem məlumatı əldə etmək üçün olan komandalarla tanış olduq. İnşallah növbəti dərsdə görüşənədək.